İkinci Qarabağ savaşı dediyimiz vətən müharibəsindən sonra Azərbaycandakı şəhidlər xiyabanı yenidən sıralandı. Çiçəklər də, ömürlər də, yaşlar da təzələndi. Bu sıralarda Mingəçevirin sonuncu vətən müharibəsi şəhidi 7 ay 10 gündən sonra Nəşə ailəsinə təhvil verilən Pərviz Hafizoğlu Tağıyev oldu. Qəhrəmanımız Pərviz 1990-cı ilin martın 22-sində Mingəçevir şəhərində dünyaya göz açıb. Mingəçevir şəhər 1 nömrəli məktəbin məzunu olub. Uşaqlıq yaşlarından idmana və hərbiyə marağı olan qəhrəmanımız seçimini də bu istiqamətdə edib. Azərbaycan ordu sıralarına öz istəyi ilə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi qəbul edilir. Hələ xidməti zamanı ona verilən bütün tapşırıqların öhdəsindən layiqincə gəlir. Bununla bağlı dəfələrlə fəxri fərmanlarla təltif olunur. Ordu xidməti zamanı həm idman göstəriciləri yüksək səviyyədə olurdu, həm də xidməti. Kəşfiyyat sahəsində özünü hər gün daha da təkmilləşdirdi. Qəhrəmanımız aprel döyüşlərində də iştirak edib. O yaralı komandirini və silah yoldaşlarını döyüş meydanına çıxarmaq üçün sözün əsl mənasında dişi ilə dırnağı ilə mübarizə aparıb. Pərviz gənc olmasına baxmayaraq ailəsinə, valideynlərinə və hər kəsə gözəl davranışına, sağlam xarakterinə görə böyük hörmətə layiq idi. Biz ailəsini ziyarətə gedəndə bunun bir daha şahid olduq. Anası Gültəkin xanımın, atası Hafiz kişinin göz yaşları bulaq kimi qaynasa da, neyniyək, təki vətən yaşasın, vətən sağ olsun deyirlər. Ataların beli bükülsə də, anaların ürəyi yansa da, göz yaşları qaynayıb içinə axır. Sağlam dayanır. Qara dərdin qarşısında cavan gəlinlər qaralar bağlasa da, övladımız atasız böyüyər, vətənsiz böyüməz dedilər. Pərvizin çoxlu arzuları vardı. Hərbi xidmət sahəsində daha da böyük hədəfləri var idi. Qeyd edək ki, 7 ildən artıq ordu sıralarında qulluq edən Azərbaycan ordusunun əsgəri olan Pərviz Tağıyev 2020-ci ilin sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan vətən müharibəsi zamanı Suqovuşan azad olunması uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Tağıyev sentyabrın 27-sində Suqovuşan döyüşləri zamanı şəhid olub. Onun nəşi 7 ay 10 gün tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq etkin düşən hərbi qulluqçu hesab olunub. Uzun müddətdən sonra 2021-ci ilin mayın 5-də nəşi tapılıb və şəhid Pərviz Tağıyevin Azərbaycan bayrağına bükülmüş tabutu Mingəçevir şəhidlər xiyabanına gətirilib. Hərbi orkestrin ifasında dövlət himni səsləndirilir, əskərlər yayılma atəş açırlar. Bundan sonra şəhid torpağa basdırılır. Tabuta bükülmüş bayraq isə əbədi saxlanmaq üçün ailəsinə təhvil verilir. Qeyd edək ki, 44 günlük vətən müharibəsində Mingəçevir şəhərinin 51 igidi şəhidlik zirvəsinə ucalıb. Pərviz Hafizoğlu Tağıyev ölümündən sonra Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamlarına əsasən vətən uğrunda Suqovuşanın azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif olunmuşdur. Pərviz və Pərviz kimi bütün şəhidlərimiz sonsuza dək qəlblərdə yaşayacaqdır.